Hər birinizi salamlayıram öncəliklə. Bu gözəl format üçün və təşkilat üçün Salam platformasına minnətdarlığımı bildirirəm, eyni zamanda dəvət etdikləri üçün. Gözəl sual bugün bizlərlə belə deyək ortaya qoyulub və biz bu suala öz çərçivəmizdən yanaşacağıq, baxacağıq. Sual haradan başlayaq? Həqiqətən çox maraqlı bir sualdır. Haradan başlamaq sualına mən öz təcrübələrimə əsasən onu deyərdim ki, ilk öncə düzgün istiqamətdən başlamaq lazımdır. Düzgün istiqamət, düzgün təhsil, hardan başlayacağınızla əlaqəli çox önəmli sizlər üçün bir yol xəritəsi yaradacaqdır. Məsələn, bugün bir çox tələbələr var, burada da bizim tələbələrimiz var, amma sual vermək istəyirəm. Hər biriniz tələbə olanlar öz sahənizdəmi, öz istədiyiniz, arzu etdiyiniz, xəyal etdiyiniz sahələrdəmi təhsil alırsınız? Yox? Bəli. Kimlər öz xəyalında olan sahədə təhsil alır, hazırda əlini qaldırsın? 4-5 nəfər. Bəs 5 yarım, bəli. Bəs kimlər sadəcə ora düşdü və yaxud da əmi, dayı, xala, bibi, ata məsləhətinlə fakültə seçdi, universitet seçdi? Xahiş edirəm əllərini qaldırsın. Mən düşdüm, amma indi razıyam. İndi razısınız. Əla. Sonradan sevmək də gözəl bir şeydir. İndi nəyi vurğulamaq istəyirəm? Ən böyük sıxıntımız bizim ondan ibarətdir ki, biz haradan başlayacağımızı düzgün müəyyən etmirik. Yəni, xəyalı rəssamlıq olan bir insan gedib beynəlxalq əlaqələrdə oxuyur. Zaten başdan səhv başlayır. Çünki o rəssam olmaq istəyir, o sənətkar olmaq istəyir. Və bizim ölkəmizdə mən incəsənət sahəsindən daha çox misallar verəcəm, çünki öz sahəm odur, başqa sahələrə bizim digər spikerlərimiz vurğu edər. Məsələn, bizim ölkəmizdə çox maraqlı mədəniyyət sahəsində, incəsənət sahəsində təhsil ocaqları var. Konservatoriya var, rəsm akademiyası var, teatr və kino universiteti var. Bunların bəzisini bilirsiniz, bəzilərini, məsələn, mən deyəndə ki, teatr və kino universiteti əvvəllər çox adam heç bilmirdi belə bir universitetin Gürcüstanda olduğundan və fəaliyyət göstərdiyindən. Amma seçim qarşısında qalanda bu universitetlər seçilmir. Bu təhsil ocaqları bir növ təhsil olaraq görülmür. Niyə? Çünki belə bir düşüncə tərzi var. Aktyor olub nə edəcəksən? Rəssam olub nə edəcəksən? Musiqiçi olub nə edəcəksən? Gəlin indi baxaq görək bu yanaşma düzgün yanaşmadırmı? Bu əlbəttə ki, çox yanlış gəncləri yanlış yola bir növ aparan bir yanaşmadır. Sizə mən domino effektindən danışmaq istəyirəm və bu domino effektindən danışarkən öz təcrübələrimi paylaşacağam. Mən 13-14 yaşında yeniyetməlik dövründə bizim hətta bilənlər də var, izləyənlər də var o dönəmin bizim fəaliyyətimizi. Öz dostlarımla birgə bugün Vine deyə adlandıra biləcəyimiz humoristik videolar ərsəyə gətirdik və o videolar insanlar arasında çox bəyənilirdi, paylaşılırdı. Biz o dönəmlərdə özü də indiki kimi 60-70 megapiksellik telefonlar yox idi. 1 megapiksellik telefon var idi. Zaten oradakı adamı seçənə qədər kör olurdun. Yəni elə kameranın keyfiyyəti elə idi. Biz həmin kamera telefonlarla, daha doğrusu adi telefonlarla müəyyən videolar çəkirdik, müəyyən paylaşımlar eləyirdik və bu çox sevildi bu format. Bu format sevildikdə hələ üstəlik YouTube falan belə platformalar yoxdur. Sadəcə insanlar öz aralarında bu videoları paylaşaraq populyar etmişlər və bu format seviləndən sonra mən qərar verdim ki, mən aktyor olacağam. Mən səhnə fəaliyyəti görəcəm, mən bu iş üzrə təhsil alacağam. Amma nə oldu? İlk mənə dedilər ki, bir, teatra qəbul ola bilməyəcəksən, harda fəaliyyət göstərəcəksən. Amma 17 yaşım var idi, mən Tbilisi Dövlət Azərbaycan Peşəkar Dram Teatrında baş rolda səhnəyə çıxdım. Bəli, o dövrdə aktyor olmaq istəyirəm deyəndə bu bir xəyal idi, bir arzu idi. Amma aradan çox qısa bir vaxt keçdi, mən səhnəyə çıxdım.
Çünki o xəyalım üçün, o arzum üçün mübarizə apardım. Və dayanmadan nələrisə hədəflədim. Aktyor olaraq fəaliyyətə başladıqdan sonra dedim ki, mən bu ölkəyə stand-up janrını gətirəcəm. Ona da dedilər, nə danışırsan sən, bu ölkədə stand-up mı olar, sən Cem Yılmazsanmı, sən nə bilim kimsən, belə bir şey ola bilməz, burada qəbul olunmayacaqdı deyə dedilər. Amma nəticə itibarilə mən 7-8 ilə yaxın hər il stand-uplarda səhnələrə çıxdım və biletlərimizə böyük maraq oldu, tamaşaçı axını oldu. Hətta səmimi deyirəm, sonuncu stand-upı mənim 2019-cu ildə olubdu. Bugün 2025-dir, aradan 6 il keçibdi. Hələ də məni müəyyən tədbirlərdə görəndə deyirlər ki, stand-up nə vaxtdır? Amma başqa mərhələyə keçdim. Hazırda Era teatrında müxtəlif mövzularda tamaşalar hazırlayırıq biz. Hansı ki, o tamaşalar bir yenilikdir. O tamaşaların bəzisi gender mövzusundadır, bəzisi anti-narkomaniya, bəzisi sosial münasibətlərdir, insan əlaqələrdir, insan münasibətləridir. Və indi teatrı yaratdığım dövrdə də bizim Rabil bəy ilə birgə Era teatrını biz təsis etməyə qərar verdiyimiz dönəmdə, onda da dedilər ki, Gürcüstanda müstəqil teatr nədir? Kim izləyəcək? Sənin binan yox, büdcən yox, pulun yox, paran yox, nə düşübsən bu xəyala deyə. Onda da bu tərs şərhlər oldu. Amma biz bugün artıq 7-8 ildir fəaliyyət göstəririk və rəsmi olaraq bugün indiyə qədər olan tamaşalarımızda 20 gənc xəyalı, arzusu, uşaqlıq arzusu, aktyorluq olmaq, aktyorluq etmək və səhnəyə çıxmaq olan 20 gəncimiz bizim səhnəyə çıxmağı bacardı. Domino effekti derdim. Domino effektini niyə dedim? Əgər mən o dövrdə, elə lap 13-14 yaşımda o tənqidlər, o nə bilim fikirlər, ay teatrda nə edəcəksən, ay teatrın başını bıraq, get, düzəməlli özünə peşə seç, iş tap, nə bilim nə. Bu fikirləri mən qəbul etsəydim və başlamasaydım, bugün o 20 gənc səhnəyə böyük ehtimalla çıxmayacaqdı. Domino effekti budur. Bəzən bir insanın xəyalını qırmaq, arzusunu, ürəyində qoymaq, həvəsini öldürmək bir çox gənclərə təsir göstərir. Siz Əliyə deyirsiniz ki, bunu etmə, Əli onu etmirsə, dolaylı yolla başqa insanlara təsir göstərir. Ona görə haradan başlamaq sualına veriləcək ən gözəl cavab başlamaqdır. Çünki siz başlamadan sadəcə xəyal edirsinizsə, sadəcə düşünürsünüzsə ki, belə edə bilərəm, elə edə bilərəm, təzə bir obyekt aça bilərəm, 6 çayxana olar, 6 moyka olar, üstü çayxana, nə bilim nə. Daima bunu xəyal edirsiniz. Deyirsiniz ki, mən bunu edəcəm, bir də baxırsınız ki, qonşunuz açıb o obyekti. Ona görə sadəcə xəyal etmək çıxış yolu deyil, addım atmaq lazımdır. Və atacağınız addımlarda riskləri də qəbul etmək lazımdır. Bəli, mənə deyirdilər ki, bu sahəni seçirsən, çox da böyük bir maddi qazancın olmayacaqdır. Düz deyirdilər. Dedikləri yeganə düz bundan ibarət idi. Amma nə oldu? Mən o riski gözə aldım. Zaten mənəvi hissəsi məndə daha ağır, daha üstün olduğu üçün maddiyyatı gözdən çıxardım. Düz mü etdim, yaxşı mı etdim, səhv mi etdim, onu zaman göstərəcəkdir. Amma istənilən halda bu qədər tamaşalar ərsəyə gətirdik. Sevdiyim işlə məşğulam. Və inanın ki, mən bu işdə qazandığım minimal maddiyyatı dəxilsiz işlərdə qazanacağım minlərdən, milyonlardan daha üstün tuturam. Çünki hər şey bu həyatda pul demək deyil. Ola bilər çox yaxşı pul qazana bilərsiniz, amma fəaliyyət göstərdiyiniz, çalışdığınız sahə sizinlə uzaqdan yaxından əlaqəsi olmayan sahə ola bilər və siz hər gün o işdə işgəncə çəkərsiniz. Və deyəsiniz ki, mən hardayam, niyə buradayam? Bəli, bugün bütün bunları nəzərə alaraqdan düzgün istiqamət, düzgün təhsil
təhsil də deyəndə sadəcə universiteti nəzərdə tutmuram, yanlış anlaşılma olmasın. Çünki universitet təhsili bir yerdə bitir. 4 il, 5 il, 6 il, lap 7 il, amma bir yerdə bitir, sonsuza qədər deyil bu proses. Bəs bitdikdən sonra, bu proses bitdikdən sonra sizin sahənizdəki yeniliklər bitirmi? Bitmir. Hər gün, hər saat, hər il müəyyən yeniliklər olur. İstər mədəniyyət sahəsində, istər texnologiyada, istər media sektorunda fərqi yoxdur. Və siz universitetdən sonra da hər zaman özünüzü inkişaf etdirməli və o dövrə uyğunlaşmalısınız. Ola bilər mən bugün öz sahəmi yaxşı bilirəm, amma 10 il sonra əgər heç bir kitab oxumadımsa, öz sahəmdə heç bir əsər oxumadımsa, piyes oxumadımsa və bir müddət sonra artıq mən köhnəlmiş versiyada qalacağam. Yəni bir yerdən sonra insan update olunmalıdır. Yenilənməlidir. Və yenilənmək üçün daima ümidli olmamalısınız ki, universitetdə oxudum, 4 il bitdi, mən bu sahəyi bilirəm. Xeyr, 5 il sonra o qədər bilməyəcəksiniz. Çünki 5 il ərzində müxtəlif yeniliklər baş verəcəkdir. O səbəbdən haradan başlamaq sualına yenidən qayıtsaq və azad düşüncə. Bu da mövzularımızdan biridir. Azad düşüncə nədir? Hər sahəmizdə biz azad olmalıyıq və biz tutalım, mən tamaşa hazırlayıram, o tamaşada sadəcə onu nümayiş etdirməməliyəm ki, bu tamaşaçılar gəlsin, gülsün, əylənsin, baxsın, çıxsın, getsin. O tamaşada tamaşaçılar nə götürdü oradan? Yəni, niyə bu mövzu ortaya qoyuldu? Bu mövzu cəmiyyətdə aktual bir mövzudurmu? Bu mövzu hansısa bir önəmli məqama barmaq basırmı? Əgər sadəcə biz nəyisə etmək naminə etsək, bir yerdən sonra artıq eyni effekt qalmayacaqdır. Mütləq şəkildə media sektorunda da azad olmaq lazımdır. Bizim sahəmizdə də daima hər zaman elə işlər görmək lazımdır ki, tamaşaçılar oradan müəyyən bir mesaj götürsün. Əlbəttə, sırf bu naminə belə olsun deyə də etmək olmaz ki, yəni sadəcə sosial mesaj, xeyr. Bəzi şeylər sənət naminədə olmalıdır, amma sənət özlüyündə azad olmalıdır. Hər birimiz bu sahədə düşünürəm ki, həyatın səhnəsində yer alan aktyorlarıq. Hər birimizin bir obrazı var. Sadəcə olaraq var gerçək həyatdakı obrazlarımız, var səhnədəki obrazlarımız. Çalışmalıyıq hər zaman yaratdığımız bütün obrazlarda o azad düşüncəyi, o gələcəyə yönəlik inkişafı, perspektivi hər zaman hiss elətdirək. Hər zaman gənclərə motivasiyalı yanaşaq. Bugün nələrsə etmək istəyəndə siz daima gələcəyi düşünməlisiniz ki, bu gördüyüm işin 5 il sonra, 10 il sonra necə bir sədası olacaq? Yəni bu iş bizə nə qazandıracaq, gənclərə nə qazandıracaq? Və bu perspektivdən yanaşdıqda mən düşünürəm ki, daha sağlam bir başlanğıc edəcəyik. Mütləq şəkildə buna riayət etmək lazımdır. Ayhan, vaxtımız nə qədər? Yekunlaşdırır. Çox sağ olun, təşəkkür edirəm.